31-ci sualda deyir ki, elektron bir cisim maqnit sahəsinin induksiya xətləri istiqamətində sahəyə daxil olur. Elektronun kinetik enerjisinin zamanın asıllıq qrafiki hansıdır? Digər təsirlər nəzərə alınmır. Deməli, burada bir cins maqnit sahəsi deyir. Biz əvvəlcə bir cins maqnit sahəsini çəkəcəyik. Deməli, burada paralel istiqamətdə hərəkətli görürük. Yəni, VB-dən fərqlidir. VB-dən fərqli olduqda bizim Lorentz qüvvəmiz 0 olur. F Lorentz qüvvəsi əgər 0-dırsa, burada kinetik enerjidə bərabər sürətlə hərəkət edəcək zamandan asılı olaraq. Bərabər sürətlə hərəkət edəndə B variantıdır. Yəni 31-də cavab B variantı olacaq. Daha sonra baxırıq 32-ci suala. 32-ci sualda deyir ki, cisim yerin qravitasiya sahəsində şaquli müstəvi üzərində çevrə üzrə bərabər sürətlə hərəkət etdirilir. Hansı nöqtədə cismin tam mexaniki enerjisi ən kiçik olar? Deməli, əvvəlcə tam enerjinin düsturunu yazırıq. Y tam bərabərdir. Y kinetiklə Y potensialın cəminə. Deməli, burada bizdə kinetik enerji 0 olacaqdır. Çünki çevrə üzrə bərabər sürətli hərəkətdir. Çevrə üzrə bərabər sürətli hərəkətdə də kinetik enerji 0-dır. Bu zaman Y tam Y potensiala bərabər olacaqdır. Və potensial enerjidə ən üst nöqtə, yəni yuxarı hissəsi, hündür olan hissəsi ən böyük enerjiyə malik olur. Ən kiçik olansa ən aşağıda olan hissəsidir. Yəni 2 nöqtəsi olacaqdır A variantı. 33-cü suala baxırıq. 33-cü sualda deyir ki, sıxlığı suyun sıxlığından böyük olan cisim suyun daxilində ipdən asılmışdır. Su qabdan boşaldılarkən suyun səviyyəsinin hansı intervalında cismə təsir edən Arximed qüvvəsi azalar. Deməli, batan hissəsi azaldığına görə Arximed qüvvəsi də azalır. Yəni, buna əsasən baxırıq. Batan hissəsi hansıdır? C-B nöqtəsi. Yəni, digərlər təsir etmir. Çünki A-dan B-yə olan hissəsi, həmçinin C-dən D-yə olan hissəsi, bunlara Arximed qüvvəsi təsir etmir. Çünki cisim C-dən B-yə olan hissəsinə daxil olubdur. Yəni, ona görə C-dən B-yə olan hissəsini götürəcəyik. Yalnız D variantı olacaq. 34-cü suala baxırıq. 34-cü sual deyir ki, hansı qüvvənin təsiri ilə bir cins disk yalnız irəliləmə hərəkəti edə bilər? Bir cins disk nə vaxt irəliləmə hərəkəti edir deyirsə, qüvvə mərkəzdən keçməlidir. Yəni, baxırıq. Birinci F1-ə baxaq. Təbii ki, burada qüvvə mərkəzdən keçir. F2-də aşağı doğru gəlir. F3-də sola tərəf. Yenə F4-də də eyni, F5-də də eyni. Təkcə mərkəzdən keçən F1 nöqtəsidir. Ona görə C variantı olacaq. 35-ci sualda deyir ki, tezliyi tənzimlənən dəyişən cərəyan generatorundan qidalanan dövrənin sxemi verilmişdir. Tezliyi müəyyən qiymətində hər iki lampa eyni cür közərir. Tezliyi azaltdıqda lampaların közərməsi necə dəyişər? OMD konstantdır. Deməli, burada eyni cür közərirsə, yəni X-imiz bərabərdir R-ə. Birində müqavimətdir, digərində isə tutumdur. Tutum müqaviməti, yəni bərabərdir R-ə. Deməli, biz əvvəlcə R-in düsturuna baxsaq, R bərabərdir, rho vurulsun, L bölünsün, S-dir. Yəni, burada tezlikdən heç nə asılı deyil. Tezlikdən asılı olan kəmiyyət yoxdur. Yəni, R olan dəyişməyəcək. Yəni, birinci lampa R qoşulubdur bura. Bu dəyişməyəcəkdir. Baxırıq X-in düsturuna. X bərabərdir, 1 bölünsün, omega S-dir. Omeganın da yerinə 2 pi nü yazırıq və S olduğu kimi qalır. Deməli, buradan göründüyü kimi nü ilə S, X-imiz yəni tərs asılıdır. Bizdə nünü azaltdıqda deyir. Nünü azaldırıqsa, X-i artacaq. Deməli, X-i artdı. Yəni, S-nin tutumu, X-in tutumu artdı. O zaman onun yanındakı lampanın közərməsi azalacaqdır. Yəni, birinci lampa dəyişməyəcək, ikinci lampa isə azalacaqdır. A variantı. 36-cı sualda deyir ki, H hündürlüyündən sərbəst düşən M kütləli kürəcik tərpənməz üfüqi səthə mütləq elastiki dəyir. Orta zərbə qüvvəsinin modulu hansı ifadə ilə təyin olunur? Zərbə müddəti T-dir. Deməli, burada mütləq elastiki dəyirsə, delta P-miz bərabərdir 2MV-yə. Burada 2MV-yə bərabərdir və bu ümumi deməli qüvvə dəyişməsi, impuls dəyişməsi F vurulsun T-yə bərabərdir. İndi 2MV bərabərdir
ümumi ft oldu. Burada isə gördüyümüz kimi v yoxdur variantlarda. V-ni kök altında 2j ilə əvəz edirik. 2m kök altında 2j. 2j bərabərdir ft-yə. Buradan biz nəyi tapmalıyıq? F-i tapmalıyıq. F bərabər olur 2m kök altında 2j bölünsün t-yə. Yəni doğru cavab C variantı olacaqdır. 37-ci sualda deyir ki, bir cins maqnit sahəsində çevrə boyunca hərəkət edən verilmiş yüklü zərrəciyin sürəti 4 dəfə azaldılarsa, dövretmə periodu nə qədər dəyişər? Deməli, çevrə boyunca hərəkətdə period, yəni t, bərabərdir 2πm bölünsün qb-yə. Deməli, buradan göründüyü kimi deyir ki, sürəti 4 dəfə azaldılarsa, dövretmə periodu necə dəyişər? Yəni, bu düsturdan göründüyü kimi burada sürət yoxdur. Kütlədən, qüvvədən, daha doğrusu yükdən və induksiya vektorundan asılıdır. Yəni, dəyişməz. E variantı. 38-ci sualda deyir ki, səs dalğası sudan havaya keçəndə onun lambda dalğa uzunluğu və nü tezliyi necə dəyişər? Bir mühitdən digər mühitə keçdikdə onun nə tezliyi, nə də periodu dəyişmir. Yəni, nüsü dəyişməyəcək. Dalğa uzunluğu isə V bərabərdir lambda nüdür düsturumuz. Buradan göründüyü kimi V ilə lambda düz asılıdır. Və suda olan sürət havada olan sürətdən daha çoxdur. Suda olan, deməli, sudan havaya keçirsə, onun sürəti azalacaq, həmçinin dalğa uzunluğu da azalacaq. Yəni, C variantı olacaq doğru cavab. Daha sonra baxırıq 39-cu suala. Deyir ki, hansı qrafik elektromaqnit şüalanma selinin sıxlığının şüalandırıcı nöqtəvi mənbəyədək olan məsafədən asıllığını ifadə edir. Deməli, düsturumuz I bərabərdir W bölünsün S vurulsun T. Deməli, W bölünsün S vurulsun T bərabərdir P bölünsün S düsturu da var. Həmçinin P bölünsün 4 pi L kvadratı. Deməli, bizdən nəyi soruşur? I-nin R-dən asıllığı. I R-dən tərs asılıdır. I artsa, R azalacaq və yaxud əksi. Yəni, doğru cavab B variantı. Baxırıq 40-cı suala. 40-cı sualda deyir ki, eyni mis kuporosu məhlulu olan iki elektrolitik vananın elektrodları arasındakı gərginliklər U1 bərabərdir U və U2 bərabərdir 3U'dur. Eyni qədər enerji sərf olunduqda vanalarda ayrılan misin kütlələri arasında hansı münasibət doğrudur? Deməli, W bərabərdir QU. Bu da sabitdir. Buradan Q'müz W bölünsün U'dur. Daha sonra biz bilirik ki, M bərabərdir KQ'dur. Və burada Q'nun yerinə W bölünsün U yazsaq, K vurulsun W bölünsün U. Burada deməli nəyə baxırıq? U ilə M-in asıllığına. U ilə M necə asılı oldu? Tərs asılı oldu. Yəni bizə əgər U2 U1-dən 3 dəfə çox deyirsə, biz U2-ni U1-dən 3 dəfə az götürəcəyik. Yəni M2 bərabərdir M1 bölünsün 3-ə D variantı olacaq. Baxırıq 41-ci suala. Deyir ki, elektrik tutumu məlum olan yüklənmiş kondensatorun elektrik sahəsinin enerjisini hansı cihazın göstərişinə əsasən hesablamaq olar? Deməli, W bərabərdir. Bizə elektrik tutumu məlum olan deyir. Yəni, biz CU kvadratı bölünsün 2 düsturu ilə gedəcəyik. Burada deməli, baxırıq O, yəni gərginlik. Gərginlik ilə ölçülür? Elektrometr. Yəni, doğru cavab D variantı olacaq. Daha sonra baxırıq 42-ci sualda deyir ki, toplayıcı nazik linzadan həqiqi xəyala qədər məsafə hansı ifadə ilə təyin edilir? D cisimdən linzaya qədər məsafə, F-də Fox məsafəsidir. Yəni biz həqiqi xəyala qədər məsafə, yəni kiçik F tapmalıyıq. Deməli, toplayıcı linzada 1 bölünsün F bərabərdir
1 bölünsün D, üstə gəlinsin 1 bölünsün F-ə. Buradan F-i tapsaq, F bərabərdir, böyük F vurulsun D, bölünsün D çıxılsın F-ə. Yəni A variantı olacaq doğru cavab. Daha sonra baxaq 43-cü suala. 43-cü sualda deyir ki, uzunluğu L0 bərabərdir 2 metr və en kəsiyinin sahəsi S bərabərdir 3 mm olan məftilin mütləq uzanmasının deformasiya etdirici qüvvənin modulundan asılılıq qrafikinə görə Young modulunu hesablayın. Deməli, K bərabərdir F bölünsün delta L-dir. Deməli, buradan F-imiz nə qədərdir? 180 olan, yəni ikinci xətti götürək. Yəni, fərqi yoxdur. 180-i götürüb 4-ə də bölə bilərik, 90 götürüb 2-yə də bölərik. 180 bölünsün 4 vurulsun millimetr çeviririk metrə 10⁻³ bu da bərabərdir 45 vurulsun 10⁻³ daha sonra deməli biz K-nı 45 vurulsun 10⁻³ tapdıq. Digər düsturumuz K bərabərdir S-yə bölünsün L0'dır. Buradan biz nəyi tapmalıyıq? Young modulu, yəni Y-ni. Y bərabərdir K0 bölünsün S. Baxırıq K-mız neçədir? 45 vurulsun, K-nı tapmışdıq. 45 vurulsun 10⁻³. L0'mız 2. S-imiz də 3 vurulsun. Yenə millimetr kvadratı, metr kvadratına çeviririk. 3 vurulsun 10⁻6. Bu da bizə 30 vurulsun 10⁻9 və yaxud 30 gigapaskalı göstərir. 30 gigapaskal. Yəni doğru cavab E variantı olacaq.